Fazil bəy, bu dəyərlərlə pullu münasibət varmı? Ya da varsa bu imanla ixlas arasında nə qədər məsafə yaradar ya da nə qədər faydalı ola bilər? Bilavasitə burada biz nəyə diqqət eləməliyik? İnsanların məsələyə biraz subyektiv yanaşması da önəmlidir. Yəni dindən sən nə gözləyirsən? Yəni dinlə dinçilik arasında fərq ondan ibarətdir ki, məsələn, din bilavasitə ilahi əmrləri özündə ehtiva eləyir. Amma dinçilik din kültürünün deyək ki, təzahürüdür. Kültürdə hədisdir, hansısa bir təriqətin baxışıdır, bizə zaten o dəyərləri müzakirə edirik. Və bu ikisinin mütləq ayrılmasına ehtiyac var. Çünki birincidə ilahi əmr daha çox mənəvi kriteriyalar əsas götürür. Yəni burada deyək ki, iqtisadiyyatda, İslamda əsas nədir? Məsələn, müstəqil iqtisadi modeli bir mədinədə tətbiq edə bilərsən. Amma dünya ilə beynəlxalq əlaqələrdə yalnız müsəlmanlardan ibarət deyilsən və bütün insanlığın sayı da müsəlmanlardan 10 dəfə çoxdur. Siz ancaq nəyi tətbiq edə bilərsiniz? Siz demək, müsəlmanlara aid ola biləcək mənəvi kriteriya, yəni özünü qoruma, bataqlığın içində yaşama prinsipini qoya bilərsiniz. Yaxud da yad dünyanın içində sən fərqli özünə aid ola biləcək icma xüsusiyyətlərini qoruma qoya bilərsən. Bunun da deyək ki, metodlarını qoyublar. Tutaq, zəkat başqa dinlərdə yoxdur, xristianlıqda yoxdur. Amma bunu nəzarət mexanizmi necə ola bilər? Hansısa bir ortaq bir İslam dövləti yoxdur ki, konkret zəkatı insana müəyyən eləsin ki, sənin malın, mülkün nə qədərdir. Və burada da maraqlı burasındadır ki, Quran zəkatı maldan zəkat olaraq verir. Amma din kültürü kardan zəkat olaraq verir. Hədislər, yəni əldə elədiyi mənfəətdən verməlisən. Halbuki o karı müəyyən eləmək özü çox ciddi iqtisadi analizlər aparmaq tələb edən məsələdir. Ona görə də malın da qiymətləndirməsini insanın mənəvi qiymətləndirməsi kimi baxmalıdır. Sən nəyisə gizlədə də bilərsən, nəyisə aşkar eləyir. Amma Allah rizası üçün elədiyinə görə gizlətməməyə çalışasan. Amma bir insana biz ölçü qoyanmarıq ki, nəyi gizlətmirsən, nəyi yox.